Ya Allah. Hər vaxtınız xeyir olsun, əziz xalqımız, əziz millətimiz. Allah sizlərə bərəkət versin. Əziz dostlar, bugün Biləcərdə çox qəşəng, gözəl bir yerdə, yaxşı bir ərazidə, nəmişlik olmayan bir ərazidə 3 otaqlı evimizi təqdim edirik dostlar. Sonra bir dənə yolu görsən, əziz dostlar, baxın. Təxminən 60-70 metr məsafədir. Qırmızı maşinlə maşın keçən yer. Bəli, 91 nömrəli 60 metr və arxa küçə 284 nömrəli məktəbdir əziz dostlar. Göründüyü kimi evin qarşısından asfalt gedir. Palsız görmürsən əziz dostlar. Çox əla bir yerdədir. 284 nömrəli məktəbə piyada gedirsən. 5 dəqiqəlik yoldur piyada. Gör qardaşım. Bir maşınlıq həyəti var burada. Deməli dostlar, ev ümumi həyətlə bir yerdə 1,5 sotda inşa olunur. 1,5 sotda ərazisi evin. 3 otaqlıdır, gözəl bir yerdə, cütdaş, tam təmirli. Şöhrət qardaşım. Hamam samuz evi. Bəli, hamam və sanfar otağı ayrıdır bir-birindən. Burası isə hamamdır. İstifoldu hamam. Daxil oluruq evin qonaq otağına, əziz dostlar. Çox gözəl zövqlə təmir olunmuş bir evimizdir. Cütdaşla, ikili hər tərəfi cütdaşdır. Dam örtüyü, paketdir. Tornopolu var, əla səviyyədə şükürlük burada dostlar. Bura qonaq otağıdır. 2 dənə də yataq otağımız var. Görsəniz var. Əziz dostlar, gördüyünüz kimi bura yataq otağı da spalnidir. Maşallah, işıqlı evdir. Bu otaqda görsən. Bura isə digər. Azız keçərdim yana yataq otağına. Zəhmət olmasa. Yataq otağıdır. Bura isə evinin mətbəx hissəsidir. Yerdə istifoldu. Mətbəx də istifoldu deməli. Təxminən 4-cü hissədir bura, əziz dostlar. 4-cü hissə 12 kvadrat. Yeri buradadır. Əziz dostlar, evimiz həqiqətən də çox keyfiyyətli evdir, tutmanı evdir, yeri əsas önəmli məsələ. Yerli, tam təmirli vəziyyətdədir və bir şeyi nəzərdə satır, bir şey qeyd edir ki, deyilən qiymətə ev sahibi təyin etdiyi qiymətə daxildir evdəki bütün əşyalar. Evdən içə götürülmür. Evin ilkin qiyməti təyin olunub 95.000 manat. Real müştəriyə yəqin kimdir? Razılaşma olacaq olan köməklə və o qiymətə də evdən heç nə götürülmür. Bütün əşyalar qalır. Kim istəyərsə əşyaları istəməsə əgər, qiymətdə çox güman ki, kifayət qədər evin sənəti ilə bağlı. Sənətdəki sayğaclardır. Qiymətləndirmə kağızıdır, belediyə sərəncamı yoxdur. İndi onu gələcəkdə düzəltmək olar, inşallah gələrində burada səbəb olacaq olar. Allah alana da, satana da xeyir versin, əziyyət kesin, hər bir kəsə xeyir versin. Amma çox gözəl evdir, əsas məsələ, önəmli məsələ, çox əla yerdədir. Əziz dostlar, hər birinizdən xahiş edirik, səhifəmizi bəyənin, videolarımızda rəy yazmağı unutmayın ki, növbəti satışa çıxan evlərinizdən sizin də xəbəriniz olsun. Sizin də satışda əmlakınız varsa bizimlə əlaqə saxlayın, gələk çəkək, paylaşaq və satılmasında köməklik göstərək. Allah evi olmayanlara ev qismət eləsin inşallah.